Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Nəyə görə aşırı yaxşılıq və nəzakət insanı uçuruma aparır? Çünki bunlar davamlı şəkildə edildiklərində bu başqa insanların şuuraltı zehinlərində bir norma alışqanlıq halına gəlir. İnsanlar buna təəccüblənmirlər. İnsanlar bu zaman bunları haqlarıymış kimi qəbul edirlər. Necə ki, bir dilənçiyə bir gün böyük bir pul versən, məsələn, səni ömür boyu yadda saxlayacaq, təəccüblənəcək. Əgər hər gün o böyük pulu ona versən, artıq bu normaya çevriləcək. Ondan az verəndə sənə qarşı qəzəblənəcək, səndən inciyəcək, səni özünə günahkar hiss elətdirəcək. Yəni, nəticə etibarilə insanlarda alışqanlıq yaratmaq, xüsusilə yaxşılıqla bağlı, çox təhlükəli bir şeydir. Çünki insan təbiəti ta dərinlərdə egoist, dəyişkən və ən əsası yeri gələndə çox acımasızdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.